Şir bürcü qədim zamanlardan bəri hakimiyyət, güc və şan şöhrətlə əlaqələndirilən bir bürcdür. Bu bürcün simvolu olan şir, təbiətin kralı sayılır və bu şir bürcü altında doğulan insanların xarakterini çox gözəl əks etdirir. Onlar öz güclərinə inanırlar, diqqət mərkəzində olmağı sevirlər və idarə etməyi bacaran təbii liderlərdir. Qədim Yunan mifologiyasında şir bürcü Nemea şiri ilə əlaqələndirilir. Bu nəhəng və güclü şir Herakl tərəfindən məğlub edilən ilk canavar idi və onun dərisi Heraklın zirehinə çevrildi. Bu əfsanə şir bürcünün güc, məğrurluq və qalibiyyət simvolu olduğunu göstərir. Şir bürcünün xarakter xüsusiyyətləri. Şir bürcünün altında doğulan insanlar xarizmaları və özlərinə olan güvənləri ilə seçilir. Onlar lider doğulurlar və çox zaman insanların təqdirini qazanmaq üçün çalışır. Şirlər diqqət mərkəzində olmağı sevir və ətraflarına enerji yayır. Onlar üçün səhnə həyatı, alqışlar və tanınmaq böyük əhəmiyyət daşıyır. Hər zaman yaradıcıdırlar və özlərini ifadə etməyi sevirlər. Şir bürcü həm də səxavət və sadiqliklə seçilir. Onlar yaxınlarına qarşı çox sədaqətli olur və daim qoruyucu mövqe tuturlar. Lakin özlərinə çox güvənmələri və diqqət mərkəzində olma arzuları bəzən egoya çevrilə bilər. Həmçinin tənqidi sevməzlər və bəzən bunu şəxsən qəbul edərlər.